Hər kəsə salam. Bu videoda çoxluqlar mövzusunun izahına baxırıq. Çoxluq riyaziyyatın ilkin anlayışlarından olduğuna görə onun hər hansı bir qaydası, tərifi yoxdur. Sadəcə olaraq tərif desək, deyə bilərik ki, çoxluq müəyyən elementlərin toplusudur. Məsələn, bağdakı ağaclar toplusu çoxluğu və yaxud natural ədədlər çoxluğu, 2 rəqəmli ədədlər çoxluğu, əlifbadakı hərflər çoxluğu və s. Çoxluğu təşkil edən obyektlərə onun elementləri deyilir. Çoxluqlar onları təşkil edən elementlərə görə adlandırılırlar. Çoxluqlar böyük latın hərfləri ilə işarə olunur. Elementlər isə böyük mötərizələrin daxilində yazılır. Tutaq ki, bir rəqəmli ədədlər çoxluğu yazmaq istəyirik. Yazırıq. A bərabərdir. Mötərizə 0, 1, 2, 3, 5, 7, 9 və s. Sait hərflər çoxluğunu yazmaq istəyirik. B çoxluğu bərabərdir. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Elementin çoxluğa daxil olması daxildir işarəsinin köməyi ilə, daxil olmaması isə daxil deyil işarəsinin köməyi ilə göstərilir. Tutaq ki, 7 A çoxluğuna daxildir. M hərfi B çoxluğuna daxil deyil və s. Əgər çoxluğun heç bir elementi yoxdursa, buna boş çoxluq deyilir və bu şəkildə işarə olunur. Tutaq ki, boş çoxluğa nümunə desək əgər, Mars planetində yaşayan insanlar çoxluğu. Marsda insan yaşamır, element 0-dır. Buna görə də boş çoxluq deyə bilərik. Və yaxud da 10-dan 17-yə qədər 9-a tam bölünən ədədlər çoxluğu. Bunlar da nədir? Boş çoxluqdur. Çoxluqlar sonlu və sonsuz olmaqla iki hissəyə bölünürlər. Çoxluqlar elementlərin sayına görə sonlu və sonsuz olur dedik. Sonlu sayda elementi olan çoxluğa sonlu çoxluq, elementlərinin sayı sonsuz olan çoxluğa isə sonsuz çoxluqlar deyilir. Tutaq ki, sonlu çoxluğa nümunə göstərsək, 2 rəqəmli natural ədədlər çoxluğu sonludur. 10-dan başlayır, 99-da bitir. Sait hərflər çoxluğu və yaxud əlifbadakı hərflər çoxluğu sonludur. 32 dənə hərfimiz var. Bitdi. Sonsuz çoxluqlara nümunə göstərsək, natural ədədlər çoxluğu. Natural ədədlər sonsuz saydadır. Sonsuz çoxluğa nümunə olaraq göstərə bilərik. Və yaxud da 5-ə bölünən bütün ədədlər çoxluğu. Ulduzlar çoxluğu sonsuz çoxluqlara nümunədir. Çoxluğun gücü nədir bəs? Verilmiş, tutaq ki, A və B çoxluqları arasında qarşılıqlı bir qiymətli uyğunluq yaratmaq mümkün olduqda deyilir ki, bu çoxluqlar ekvivalentdir və ya eyni güclüdür. İşarə edəndə isə yazırıq A eyni güclüdür B. Ekvivalentlik bu şəkildə işarə oluna bilər və yaxud bu şəkildə işarə oluna bilər və bu şəkildə də işarə oluna bilər. İki sonlu çoxluq yalnız və yalnız elementlərinin sayı bərabər olarsa, elementlər müxtəlif ola bilər. Əsas sayıları eyni olsun. Ona deyilir eyni güclü çoxluq. Tutaq ki, A çoxluğu yazıram, elementləri olsun 1, 2, 3. B çoxluğu yazıram, elementləri olsun M, N, K. Elementlər fərqlidir, amma sayıları eynidir. Bu zaman deyə bilərəm ki, A və B çoxluqları eyni güclüdür. Çünki həm A çoxluğunda, həm də B çoxluğunda 3 dənə element var. Sonsuz çoxluqlarda çoxluğun müqayisəsi məsələsinə baxaq. Yəni onlardan hansının daha çox elementinin olduğunu aydınlaşdıraq. Bunun üçün çoxluqlar arasında qarşılıqlı bir qiymətli uyğunluq münasibətinə baxılır. Necə baxırıq? N tutaq ki, natural ədədlər çoxluğu
K isə 1 bölünsün n şəklində olan ədədlər çoxluğudur. Bu zaman natural ədədlərə hansılara aiddir? 1, 2, 3, 4 və sair n sonsuz saydır. Bəs K-ya necə yazacağıq? 1-də 1, 2-də 1, 3-də 1, 4-də 1 və sair n-də 1 və s. Bu şəklində qarşılıqlı bir qiymətli uyğunluq yaratmaq mümkündür. Yəni, hər bir natural ədədə onun tərsi olan ədədi qarşı qoymaq mümkündür. Deməli, n və k sonsuz çoxluqları elə ekvivalent çoxluqlardır. Hesabi çoxluq və bərabər çoxluqlardan danışaq. Hesabi çoxluq n natural ədədlər çoxluğu ilə ekvivalent olan hər bir çoxluğa hesabi çoxluq deyilir. Yəni, hesabi çoxluğun elementlərini natural ədədlərin köməyi ilə nömrələmək olar. Yəni, hesabi çoxluğun elementlərinin sayı sonsuz olur. Nümunə olaraq deyə bilərik, tam ədədlər çoxluğu, rasional ədədlər çoxluğu, natural ədədlər çoxluğu, cüt natural ədədlər çoxluğu, tək natural ədədlər çoxluğu. Bunlar hamısı nədir? Hesabi çoxluqdur. Yəni, çoxluğun hesabi olması üçün zəruri və kafi şərt onun elementlərinin nömrələnə bilməsidir. Nömrələnə bilirsə, deməli onlar hesabi çoxluqlardır. Hesabi çoxluğun bir neçə xassəsi var. Bunlardan birincisi odur ki, sonlu sayda hesabi çoxluqların birləşməsi hesabi çoxluqdur. Məsələn, natural ədədlər çoxluğu ilə tam ədədlər çoxluğunun birləşməsi. İkinci, hesabi çoxluğun hər bir sonsuz alt çoxluğu da elə hesabi çoxluqdur. Məsələn, 3-ə bölünən natural ədədlər çoxluğu. Nədir? Hesabi alt çoxluq olmuş olur. Üçüncü, hər bir sonsuz çoxluqdan hesabi alt çoxluq ayırmaq olar. 4. Hesabi sayda hesabi çoxluqların birləşməsi də elə hesabi çoxluqdur. 5. Sonlu çoxluqla hesabi çoxluğun birləşməsi hesabi çoxluqdur. Bərabər çoxluqlar nədir? Elementlərinin hər biri eyni olan, lakin düzülüşü ilə fərqlənən çoxluqlara bərabər çoxluqlar deyilir. Tutaq ki, A çoxluğu var. Elementləri olsun M, N, K. B çoxluğunu yazaq. Elementləri N, K, M şəklində. Bu iki çoxluq olur bərabər çoxluq. Elementlər eynidir. Sadəcə olaraq düzülüşləri fərqlidir. Alt çoxluqlar. A çoxluğunun hər bir elementi həm də digər B çoxluğuna daxil olarsa, A çoxluğuna B-nin alt çoxluğu deyilir. Çoxluğun çoxluğa daxil olması bu işarə ilə alt çoxluq işarəsi ilə göstərilir. Tutaq ki, dediyimiz tərifi yazaq. A çoxluğu verilib, elementləri olsun 1, 3, 5. B çoxluğu olsun, elementləri 1, 2, 3, 4, 5, 6. Burada görürük ki, A çoxluğunun hər bir elementi 1 də var, B-də də, 3, B-də də var, 5, B-də də var. Yəni, A-nın hər bir elementi B-yə də daxildirsə, bu zaman deyirəm ki, A, B-nin alt çoxluğudur. Əgər A və B çoxluqlarının bərabər çoxluqlar olarsa, yəni elementləri eynidir, bu zaman deyə bilərik ki, A, B-nin alt çoxluğu və ya B, A-nın alt çoxluğudur. Şərtini də yaza bilərik. Alt çoxluğu Euler-Venn diaqramı ilə göstərək. Tutaq ki, birinci şəkildə göstərdiyimiz kimi A, B-nin içərisindədir. Yəni, A-nın hər bir elementi həm də B-nin içərisindədir. Yəni, A, B-nin alt çoxluğudur. Amma B, A-nın alt çoxluğu deyil. Çünki burada kənarda elementlər qalıb ki, onlar sadəcə B-nin içərisində var. A-ya daxil deyirlər. İkinci, baxıram ki, ən içəridə natural ədədlərdir, sonra tam ədədlər, rasional ədədlər, hamısı daxildir həqiqi ədədləri. Bu zaman yaza bilərəm ki, natural ədədlər alt çoxluğudur tam ədədlərin, o da ikisi də alt çoxluğudur rasional ədədlərin və bu üçü də alt çoxluğudur
həqiqi ədədlərin, yəni hamısı həqiqi ədədlərin içərisində var. Əlavə olaraq burada kənarda bir çoxluq da var. İrrasional ədədlər. İrrasional ədədlər də həqiqi ədədlərin alt çoxluğudur. Bütün çoxluqları öz daxilində olan çoxluğa universal çoxluq deyilir. Yəni bütün çoxluqlar öz daxilində olsun. Universal çoxluğun elementləri şərtə görə dəyişir. Məsələn, ədəd oxu üzərindəki ədədlərə görə universal çoxluq həqiqi ədədlər çoxluğudur və elementlər sonsuzdur. Eyni burada qeyd etdiyimiz kimi. Elementin alt çoxluqlarının sayı tapılması. Tutaq ki, n elementli bir çoxluğun alt çoxluqlarının sayı istənilir. Bu zaman 2 üstündə n düsturunun köməyi ilə alt çoxluqlarının sayını tapa bilərik. Nümunə kimi baxaq. B çoxluğu verilsin bizə. Elementləri olsun 3, 5, 7. Alt çoxluqlarının sayını taparkən n b-ni, yəni b-nin elementlərinin sayına baxıram. Neçə dənədir? 3 dənə. Düsturda 2 üstü 3 yazmalıyam. Deməli, b-nin 8 dənə alt çoxluğu var. Hansılardır bunlar? Gəlin onlara da baxaq. B1 birincisi 3'dür. İkincisi təkcə 5. Üçüncüsü təkcə 7. Dördüncüsü 3, 5 yazıram. Beşinciyə 3, 7 yazıram. Altıncıya 5, 7 yazıram. Yedinciyə 3, 5, 7 yazıram. 8-ciyə isə boş çoxluq yazıram. Bəli, boş çoxluq bütün çoxluqların alt çoxluğudur. Məxsusi alt çoxluq nədir bəs? Məxsusi alt çoxluq isə verilmiş çoxluğun özündən fərqli bütün alt çoxluqlarına məxsusi alt çoxluq deyilir. Və 2 üstündə eyni minus 1 düsturu ilə hesablanır. N çoxluğun elementlərin sayıdır yenə burada da. Çoxluqlar üzərində əməllər. Çoxluqların birləşməsi, kəsişməsi, fərqi, tamamlayıcısı. Çoxluqların birləşməsi nədir? Verilmiş çoxluqların bütün elementlərindən ibarət olan çoxluğa bu çoxluqların birləşməsi deyilir. Və A birləşmə B şəklində yazılır. Hər iki çoxluğa 3 çoxluq da ola bilər, 4 çoxluq da ola bilər. Yəni, bir neçə çoxluğa daxil olan elementlər onların birləşməsində bir dəfə yazılır. Yəni, təkrarlanma ola bilməz. Birləşmə üçün bəzi təkliflər doğrudur, onlara baxaq. İki çoxluqdan heç olmasa birinə daxil olan elementlərdən təşkil olunmuş çoxluq həmin çoxluqların birləşməsidir. Yəni, birləşmədəki elementlərin hər biri heç olmazsa verilmiş çoxluqlardan birinə daxil olmalıdır ki, birləşmədə iştirak edə bilsin. Euler-Venn diaqramı ilə birləşməni göstərək. Tutaq ki, bu şəkildə verilib çoxluqlarımız. A çoxluğudur, B çoxluğudur. Gördüyümüz kimi bunlar bir-birlərinə toxunub eləmirlər. Amma A ilə B-ni birləşdirə bilərəm. A ilə B-nin birləşməsi həm A-nın içindəki elementlər olacaq, həm də B-nin içərisindəki elementlər olacaq. İkinci, bu şəkildə verilə bilər. Bu zamanda birləşmə olacaq bütün elementlər. Yenə bu da A birləşmə B-dir. Başqa cür yazsaq, burada da bütün bu fiqurların içərisindəki elementlər hamısı birləşməyə aiddir. Burada ki, A, B yazmışıq. Bu da olsun A, B, C. A birləşmə B birləşsin C. Birləşmədəki elementlərin sayı N A birləşmə B şəklində göstərilir. Tutaq ki, birləşmədə sadəcə Euler-Venn diaqramında bir çoxluğun elementlərinin sayı soruşulur. Bu zaman Euler-Venn diaqramı verib bizdən N A-nı soruşur. Tutaq ki, bu A çoxluğudur, bu B çoxluğudur. Sadəcə A-nı soruşursa o zaman A-nın dairəsinin içərisindəki ədədlərə baxmaq lazımdır. B-ni soruşsaydı əgər sadəcə B-nin dairəsindəki ədədlərə baxacaqdıq. Çoxluqların kəsişməsi.
Verilmiş çoxluqların yalnız ortaq elementlərindən ibarət olan çoxluğa bu çoxluqların kəsişməsi deyilir. Və A kəsişmə B şəklində ifadə olunur. Kəsişməni əgər biz Euler-Venn diaqramı ilə göstərsək, sadəcə ikisinə də aid olan hissəni götürürük. Olur A kəsişmə B. Kəsişmə və birləşmənin bəzi xassələri var, onlara baxaq. Birincisi birləşmədən başlayaq. A, yəni çoxluğun özü ilə birləşməsi ilə çoxluğun özünə bərabərdir. A birləşmiş A bərabər olur ilə A-nın özünə. Çoxluğu, hər hansı bir çoxluq boş çoxluqla birləşdirsək, həmin çoxluğun özünə bərabərdir. A-ya bərabərdir. A birləşmə B bərabərdir B birləşmə A. Yəni elementlərin yerini dəyişdik, nəticə etibarilə dəyişmədi. Əgər 2-3 dənə çoxluğa baxıram, A ilə B-nin birləşməsini hər hansı bir C çoxluğu ilə birləşdirsək, bu zaman onların yerlərini dəyişə bilərəm. Yaza bilərəm B birləşməsi, ümumi birləşməni daha sonra digər A ilə birləşdirə bilərik. Əgər A çoxluğu B-nin alt çoxluğudursa, buradan çıxır ki, A birləşmə B özü A-ya bərabərdir. Əgər B A-nın alt çoxluğudursa, yəni B-nin bütün elementləri A-nın içərisində varsa, bu zaman deyə bilərik ki, A ilə B-nin birləşməsi B-yə bərabərdir. B ilə C-nin kəsişməsini A ilə birləşdirmək qruplaşdırmadır. Yəni A ilə B-ni birləşdirirəm, A ilə C-ni birləşdirirəm. Bu iki birləşdirməni kəsişdiririk. Və yaxud da B ilə C-nin birləşməsinin A ilə kəsişməsinə baxaq. Bu zaman A-nı B ilə kəsişdirirəm, A-nı C ilə kəsişdirirəm ayrı-ayrılıqda sanki bu şəkildə mötərizənin bir-bir içinə və bu iki kəsişməni birləşdiririk. Kəsişmənin xassələri ilə davam edək. Çoxluğun özü ilə kəsişməsi ilə çoxluğun özünə bərabərdir. Çoxluğun boş çoxluqla kəsişməsi boş çoxluqdur. A-nın B-yə kəsişməsi B-nin A-ya kəsişməsinə bərabərdir. Elementlərin yerini dəyişmiş oluruq sadəcə, fərqi yoxdur. A ilə B-nin kəsişməsini C ilə kəsişdirsək, bu zaman yerlərini dəyişə bilərəm. Yəni B-ni C ilə kəsişdirib, sonra A ilə kəsişdirə bilərik. Əgər A çoxluğu B-nin alt çoxluğudursa, yəni A-nın bütün elementlər B-də varsa, buradan çıxır ki, A B-nin kəsişməsi elə A-ya bərabərdir. Yox, əgər B A-nın alt çoxluğudursa, yəni B-nin hər bir elementi A-ya daxildirsə, buradan çıxır ki, A ilə B-nin kəsişməsi elə B-nin özünə bərabərdir. Euler-Venn diaqramı ilə baxaq kəsişməyə. Tutaq ki, birinci şəkildə A ilə B-ni kəsişdiriblər, B ilə C-ni kəsişdiriblər. Bu kəsişmənin birləşməsini istəyir. Bu kəsişmənin birləşməsi A kəsişmə C, kəsişmə B-yə bərabərdir. Yəni 3 dənə çoxluqdur. A, B, C. Bunların kəsişməsini baxıram. Bu hissələr kəsişmələrdir. Bu kəsişmələri birləşdiriblər. 3 dənə çoxluq var. A ilə B-nin kəsişməsi, A ilə C-nin kəsişməsini birləşdirib. Bu da B birləşməsi kəsişmə A deməkdir. Baxıram ki, C, B, A çoxluqları var. Burada bu hissə C, B, A-nın üçünün də kəsişməsidir. Əlavə olaraq burada C ilə A-nın kəsişməsi var və B ilə A-nın kəsişməsi var. Çoxluqların fərqi nədir? A çoxluğunun yalnız A-ya daxil olan, B-də olmayan elementlərindən ibarət olan çoxluğa A ilə B-nin fərqi deyilir. Və A fərq B şəklində işarə olunur. Əgər Euler-Venn diaqramı ilə göstərsək fərqi, birinci şəkildə A-nın B-yə fərqi var. A çoxluğudur, B çoxluğudur. Kəsişmə buradan çıxıb, kəsişmədə element yoxdur. Sadəcə A-ya daxil olan hissə seçilib. İkinci şəkildə B-nin A-ya fərqidir. Yəni B-nin içərisindən A-ya daxil olan bu kəsişməni çıxardıb, sadəcə B-yə daxil olan hissəni saxlayıb. Fərqi belə də deyə bilər. İki çoxluq verilib. Tutaq ki, A çoxluğu elementləri olsun 1, 3, 4.
B çoxluğu elementləri olsun 1, 2, 3, 4, 5. Bizdən B fərq A-nı istəyir. B fərq A o deməkdir ki, B-nin içərisindən A-ya da aid olanları çıxın, yerdə qalanları yazın. Məsələn, 1 A-da da var, ona görə B-nin içərisindən çıxıram. 3 A-da da var, ona görə B-dən çıxıram. 4 A-da da var, ona görə B-dən çıxıram. B-də yerdə nə qaldı? 2 və 5. Deməli, bu olur fərq. 3 dənə element olanda baxaq, 3 dənə çoxluq olanda baxaq. A-nın B-yə, A ilə B-nin kəsişməsindən S-ni çıxırlar. A ilə B-nin kəsişməsi haradır? Baxın, bu hissədir, ümumi. Amma buradan nə edib? S-ni çıxıblar. S bu üçbucaqdır. S-ni çıxıblar, yerdə qalan hissə hansı olub? Bu qırmızılarla ştrixlanır. Yəni, sadəcə və sadəcə A ilə B-nin kəsişməsi qalıb. Çoxluqların fərqinə aid belə bir düsturlarımız var. N A birləşmə B bərabərdir. N A fərq B üstə gəlsin N B fərq A üstə gəlsin N A kəsişmə B. Bunu əgər Euler-Venn diaqramı ilə göstərsək, tutaq ki, diaqramları çəkək. Bu hissə olur N A fərq B. Bu hissə olur N A kəsişmə B. Bu hissə də olur N B fərq A. İndi bu halları ümumiləşdirirəm. Birinci düstur ümumidir. Bunların birləşməsi A-nın B-yə fərqi ilə B-nin A-ya fərqini toplayıram. Üzərində kəsişməni gələn bizə ümumi verir N A birləşmə B-ni. Yəni hamısının cəmini. İkinci düstura baxıram. N A bərabərdir. N A-nın B-yə fərqi üstə gəlsin. A ilə B-nin kəsişməsi. Və eyni zamanda B bərabərdir. B-nin A-ya fərqi üstə gəlsin kəsişmə. Göstərək şəkildə. B çoxluğu nədir? Tutaq ki, bu A çoxluğudur. Bu B çoxluğudur. Tutaq ki, bu düstura baxıram. A çoxluğu bu hissədir. Ümumi. Bu dairənin içi. Əgər bu çoxluğu tapmaq istəyirəmsə, A-nın B-yə fərqi ilə bu kəsişməni toplamalıyam. Mən nə verəcək? Ümumi A-nı verəcək. Düstur ödəndi. Digərinə baxıram. B çoxluğunu istəyir. Yəni, bu dairənin içini. Yəni, bu B-nin A-ya fərqin elementlərin sayı ilə kəsişməni toplasam, elə mənə B çoxluğunun özünü vermiş olacaq. Fərqin xassələrinə baxaq. A-nın A-ya fərqi boş çoxluqdur. Yəni, elementin bir çoxluq verib, içində 3 dənə element var. Özündən özünü çıxıram. Yəni, həmin 3 elementin 3-ünü də çıxıram. Yerinə qalır heç nə. Yəni, boş çoxluq. A-nın B-yə fərqi ilə B-nin A-ya fərqi bir-birinə bərabər deyil. Fərqlidir. Niyə görə? Tutaq ki, A çoxluğu olsun M, N, K, A, B. B çoxluğu olsun M, K, 3, 2. Məsələn, A-nın B-yə fərqini yazıram. A-nın B-yə fərqi nə demək? A-dan B-də olanları çıx. M-i çıxdım, N qaldı, K-nı çıxdım, A, B qaldı. İndi B-nin A-ya fərqini baxıram. Yəni, B-nin içərisindən A-ya aid olanları çıxıram. M-i çıxdım, K-nı çıxdım, nə qaldı? 3, 2. Bunlar bir-birinə bərabərdirmi? Baxaq. Bu çoxluqla bu çoxluq bir-birinə bərabərdirmi? Xeyr. Deməli, verilən düstur ödənmiş oldu. Davam edəyim. A çoxluğunun boş çoxluğa fərqi elə A-dır. Yəni, A hər hansı bir çoxluğun içərisindən heç nəni sıfırı çıxardıram, elə çoxluğun özü qalır. Boş çoxluq sıfır deməkdir. Əgər A B-nin alt çoxluğudursa, buradan çıxır ki, A-nın B-yə fərqi boş çoxluğudur. A B-nin alt çoxluğu nə deməkdir? A-nın bütün elementləri B-də var. Bu zaman E-ni özünü çıxarırım, nə qalır? Boş çoxluq. Heç nə qalmır yəni. A-nın B-yə kəsişməsi əgər boş çoxluq olarsa, A-nın B-yə fərqi A-nı, B-nin A-ya fərqi isə B-nin özünü verir. Qeyd olaraq deyim ki, A fərq B ilə B fərq A-nın birləşməsi bu şəkildədir. Sadəcə, yəni buradan kəsişməni çıxarmışıq. N-A qalıb burada. N-A yox. A-nın B-yə fərqi qalıb bu hissədir və B-nin A-ya fərqi qalıb, o da bu hissədir. Qaydada da göstərildiyi kimi. İki sonlu çoxluğun birləşməsinin elementlərin sayı nədir?
Gördüyümüz kimi düstur qeyd etmişik. NA birləşmə B bərabərdir. NA üstəgəl NB çıxılsın NA kəsişmə B. Yəni A ilə B-nin birləşməsinin elementlərinin sayı bərabərdir. A çoxluğunun elementlərinin sayı üstəgəl B çoxluğunun elementlərinin sayı çıxılsın onların kəsişməsinin elementlərinin sayı. Bəzi xassələr var. Əgər A və B çoxluğu kəsişirsə, bu zaman düstur bu şəkildədir. Yəni eynisidir, sadəcə yerlərini dəyişmişəm. Kəsişməni birləşmənin yanına keçirmişəm. NA üstəgəl NB bərabərdir NA birləşmə B üstəgəlsin NA kəsişmə B. Əgər A və B çoxluğu kəsişmirsə, bu zaman düsturumuz, yəni kəsişmə boş çoxluqdur. Yazıram NA üstəgəl NB bərabərdir NA birləşmə B üstəgəlsin NA-nın B-yə fərqi. Başqa bir düstur yazaq. B çoxluğunun elementlərinin sayını axtarırıq. Bu zaman yaza bilərəm ki, NA kəsişmə B üstə gəlsin, N B-nin A-ya fərqi. Və yaxud bunu A-ya da uyğun yaza bilərik. N A birləşmə B bərabərdir. NA üstə gəlsin, N B-nin A-ya fərqi. Və ya N A birləşmə B bərabərdir. N B üstə gəlsin, N A-nın B-yə fərqi. Nə zaman istifadə edirik biz bu düsturlardan? Baxaq misal nümunələrinə. Test toplusundan yenə misallara baxırıq. Riyaziyyat və fizika dərnəklərinə yazılan 270 şagirddən 240 riyaziyyat, 190 isə fizika dərnəyindən fənnindən dərnəyə yazılıb. Neçə şagird hər iki fənnin dərnəyinə yazılmışdır? Ümumi neçə nəfər yazılıb? 270 nəfər. Deməli bu birləşmədir, hamısıdır. Yazıram N A birləşmə B bərabərdir 270. İkisində həm riyaziyyat, həm də fizikaya yazılanların cəmidir. 240 riyaziyyata yazılıb. Yalnız riyaziyyata yazılıb deməli. Yalnız deyək ki, ümumi riyaziyyat yazılıb. 240. Bu da deyək NA. Bərabərdir 240. 190 isə fizikaya yazılıb. NB. Bərabərdir 190. Yəni burada təkrarlanan şagirdlər var. Həm riyaziyyatda, həm də fizikada olanlar var. Neçə şagird hər iki fənnin dərnəyinə yazılıb. Yəni, elə uşaqlar var burada ki, kəsişmədə onlar. Hər iki fəndə var. Bunu tapmaq üçün düstur dedik bayaq. N A birləşmə B bərabərdir N A üstə gəlsin N B çıxılsın N A kəsişmə B. Bitdi. Verilənləri gətirib düsturda yerinə yazıram. Birləşmə neçə idi? 270. N A neçə idi? 240. N B 190 axtarırıq hər iki fəndən yazılanları, yəni kəsişməni. N A kəsişmə B bərabər olacaq burada. 240 ilə 190 toplayırıq. 330. 330-dan 270 çıxanda 160. Deməli 160 nəfər həm riyaziyyat, həm də fizika dərnəyinə yazılıb. Doğru cavab olur A bəndi. 25 nömrəli tapşırıq. A ilə 20-nin natural bölənləri çoxluğu, B ilə 18-dən kiçik sadə ədədlər çoxluğu işarə edilmişdir. Veriləni tapın. Yazaq. A ilə 20-nin natural bölənləri. 20-nin natural bölənləri hansılardır? 1, 2, 4, 5, 10, 20. B ilə isə 18-dən kiçik sadə ədədlər. Hansılardır? 2, 3, 5, 7, 11, 13, 17. Bizdən istəyir N A fərq B üstə gəlsin N B fərq A cəmini. Yəni ilk öncə burada A ilə B-nin fərqini tapaq. B-nin A-ya fərqini tapaq. Daha sonra sayılarını tapıb cəmləyərik. A-nın B-yə fərqi nə deməkdir? A-nın içindən B-yə aid olanlar çıxın. Məsələn 2 B-də var çıxıram. 5 B-də var çıxıram. Bitdi. Yazıram qalanları. 1 qaldı, 4 qaldı, 10 və 20 qalıb. Keçək, B-dən A-ya aid olanlar çıxaq. 2-ni çıxdım, 5-i çıxdım, bitdi. Yerdə nə qaldı? 3, 7, 11, 13, 17. Elementlərinin sayına baxaq. N, A fərq B bərabər neçə elementi var? 4. N, B fərq A bərabər neçə elementi var? 5. Cəmi neçə olacaq? 4 üstə gəlsin 5 bərabərdir 9. Doğru cavabdır. Davam edək. Növbəti suala baxaq. Diaqrama əsasən A çoxluğunun elementlərinin sayını tapın. Məsələn, burada bizə verib A
kəsişmə B. Yazıram. Elementlərin sayı dediyinə görə n ilə yazıram. N A kəsişmə B bərabərdir. Neçə elementi var? 2. Daha sonra n A birləşmə B var. Yazıram. N A birləşmə B. Element sayı neçədir? 10. B çoxluğu. Yazırıq. N B bərabərdir. Element sayı neçədir? 7. Bizdən nə istəyir? A çoxluğunun elementlərinin sayı. Yəni NA bərabərdir sual. Düsturumuz necə idi? N A birləşmə B bərabərdir. NA üstə gəlinsin NB çıxılsın NA kəsişmə B. Yerinə yazıram. Birləşmə neçədir? 10. NA-nı axtarıram. NB 7-dir. Çıxılsın kəsişməmiz də 2-dir. Buradan NA nəyə bərabər olacaq? 7-dən 2 çıxıram 5. 10-dan da 5 çıxıram 5. Doğru cavabımız olur 5. Növbəti. N A fərq B 9. N B fərq A 15. Birləşmən elementlərin sayı 32 olarsa N A üstə gəl N B üstə gəlsin N A kəsişmə B-ni tapın. İlk öncə gəlin buradan kəsişməni tapaq. Birinci verilənlərə görə kəsişməni tapa bilərəm rahatlıqla. Düstur necə idi? N A birləşmə B bərabərdir. N A-nın B-yə fərqi üstə gəlsin N. B-nin A-ya fərqi üstə gəlinsin kəsişmənin elementlərinin sayı. Yerinə yazıram verilənləri. Birləşmə neçə idi? 32. A-nın B-yə fərqi 9-dur. B-nin A-ya fərqi 15-dir. Bizdən kəsişməni istəyir. Buradan N A kəsişmə B-ni tapa bilərəm. 9 + 15 24. 32-dən də 24 çıxanda qalır 8. Demək, kəsişmənin elementlərinin sayını tapdıq. 8. Bu burada qalsın. Davam edirik. Sonra nə var? NA, NB. Bunları axtarmalıyam. NA-nı bayaq qeyd etdiyim, burada düsturlar qeyd etmişdim. NA-nı necə tapa bilərəm? Baxın bu düsturla. Bunu NA-ya görə uyğunlaşdırırıq indi. NA bərabər olur. N A birləşmə B çıxılsın N B-nin A-ya fərqi. Bəs N B-ni necə tapa bilərik? Eyni qaydada. N A birləşmə B minus N A-nın B-yə fərqi. Bunu belə sistemə alaq. Rahat olsun deyə. Buradan yazaram ki NA bərabərdir. Birləşmənin elementlərin sayı neçədir? 32. B-nin A-ya fərqi neçədir? 15. 32 çıx 15 bərabər olur 17. NB bərabərdir. Birləşmənin elementləri sayı 32-dir. N A-nın B-yə fərqi neçədir? 9. 32-dən də 9 çıxanda 23. Gətirib yerinə yazırıq. Nə istəyir bizdən? NA üstə gəlinsin NB üstə gəlsin N A kəsişmə B. NA neçə oldu? 17. NB 23. Üstə gəlsin kəsişməni heç tapmışdıq 8. Cəm olacaq 48. Doğru cavabdır. Davam eləyək. 61. Euler-Venn diaqramında bir məktəbdə fəaliyyət göstərən dərnəklərdə iştirak edən şagirdlərin sayı göstərilmişdir. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərin sayından 1,5 dəfə çoxdur. Tarix və ya fizika dərnəklərində 74 şagird iştirak edirsə, x üstəgəl y cəmini hesablayın. Demək, burada bizə deyir ki, Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərin sayından 1,5 dəfə çoxdur. Riyaziyyatda iştirak edənlər hansılardır? Baxın, bu dairənin içərisindəkilərdir. Tarixdə iştirak edənlər isə bu dairənin içində olanlardır. Verilənləri yazıram. Demək, riyaziyyatdakıları toplayırıq. 26 üstəgəl 7 üstəgəl 12 üstəgəl 15 bərabərdir. 1,5 vurulsun tarixdəkilərin sayı. Çünki riyaziyyatdakıların sayı tarixdəkilərin sayına 1,5 dəfə çoxdursa, mən tarixdəkiləri 1,5-ə vursam, riyaziyyatdakılara bərabər olar. Toplayaq tarixdəkilər. X üstəgəlsin 15 üstəgəl 12 üstəgəl 11. Cəmləsəm bu hissə olur 60 bərabərdir. 1,5 vurulsun x üstəgəl 38. X üstəgəlsin 38 bərabərdir. 60-ı 1,5-ə böləndə qalır 40. X bərabər olur 2-yə. X-in qiymətini tapdıq. Daha sonra digər cümləyə baxıram. Tarix və ya
fizika dərnəklərində 74 şagird iştirak edirsə, x üstəgəl y cəmini tapın. Bu zaman nə edirəm? X üstəgəlsin. Toplayıram. Tarix və fizika. Fizikadakılar da baxın, bu dairənin içindəkilərdir. X üstəgəlsin 15, üstəgəlsin 12, üstəgəl 11, üstəgəl 7, üstəgəl y bərabərdir 74. Buradan da alıram ki, x üstəgəl y üstəgəl 45 bərabərdir 74. X neçə idi? 2. Yəni y üstəgəl 2 üstəgəl 45 bərabərdir 74. Y bərabərdir 27. Y-ın da qiymətini tapdıq. Bizdən x üstəgəl y cəmini istəyir. X üstəgəl y da bərabər olur. 2 üstəgəl 27, 29 doğru cavabdır. Əlavə olaraq qeyd edək ki, tutaq ki, bu şəkildə elə Venn diaqramı verilib. A, B kəsişib və hər ikisi C-nin alt çoxluğudur. Burada çoxluqların içərisində A, B, C, D ədədləri verilib. Bunlar çoxluqlardakı elementlərin sayıdır. Yəni, tutaq ki, A çoxluğunda A plus B sayda element var. B çoxluğunda B plus C sayda element var. C çoxluğunda isə D üstəgəl A üstəgəl B üstəgəl C sayda element var. Buradan bilməliyik ki, görürük ki, A çoxluğunun elementlərin sayı bərabərdir A üstəgəl B. Yəni, qeyd etdiyim kimi bu dairənin içərisi. B-nin elementlərinin sayı bərabərdir B üstəgəl C. Bəxt dediklərimdir. A ilə B-nin kəsişməsi haradır? Bu hissədir, yəni B-dir. A ilə B-nin birləşməsinin elementlərinin sayı isə, baxın, bu ikisinin cəmidir. A, B, C. Üçünün də cəmi. A-nın B-yə fərqi bu hissədir. Yəni, sadəcə A. B-nin A-yə fərqi C-dir. Yəni, sadəcə bu hissə. C çoxluğunun elementlərinin sayı isə bunların hər birinin cəmidir. A üstəgəl B üstəgəl C üstəgəldir. A-nın C-yə tamamlayıcısı nədir? N C-nin A-yə fərqi bərabər C üstəgəlinsindir. Tamamlayıcı çoxluğu deməyi unutmuşam. Gəlin ilk tamamlayıcı çoxluğu deyim, ondan sonra davam edək bu qaydamıza. Tamamlayıcı çoxluq nə deməkdir? Əgər A çoxluğu B-nin alt çoxluğu olarsa, B-nin A-ya fərqinə A çoxluğunun tamamlayıcısı deyilir və A ştrix B şəklində və yaxud da sadəcə A ştrix kimi işarə olunur. Məsələn, əgər L-Venn diaqramları ilə baxsaq, tutaq ki, bu B çoxluğudur, bu da onun içərisində hər hansı bir A çoxluğudur. Bu hissə ştrixlənib, nədir bu hissə? B-nin A-ya fərqi. Düzdürmü? B-nin A-ya fərqi bərabərdir A, B. Yəni, A-nın B-yə tamamlayıcısı. Bu ştrixlədiyim hissəni A çoxluğu ilə birləşdirsəm, toplasam, elə B çoxluğunun özünü alacam. Və yaxud da B-nin içərisindən A-nı çıxsam, bu ştrixlənmiş hissəni alacam, mavi ilə ştrixlədiyim hissəni. Burada nədir? A-nın B-yə tamamlayıcısıdır. Və yaxud da başqa cür baxaq. Tutaq ki, A çoxluğudur. Elementləri olsun M, N, K. B çoxluğu olsun. Elementləri A, M, C, B, N, K, D-dir. A-nın B-yə tamamlayıcısı elə çoxluqlar, elə elementlər olmalıdır ki, onları mən A-nın içərisinə əlavə etdiyim zaman B çoxluğuna bərabər çoxluq alınsın. Baxıram ki, A-da da B-də də M var, N var, K var. Hansılar yoxdur? A, C, B, D yoxdur. Həmin bu elementləri mən A çoxluğunun içərisinə daxil etsəm, B çoxluğunu almış oluram. Yəni, A-nı B-yə tamamlamış oluram. Bu şəkildə. Qaydaq düsturlarımıza. Demək, nələri deyirdim? Harada qalmışdıq? Aha. Bəs B-nin C-yə tamamlayıcı elementlərinin sayını taparkən isə N C-nin A-ya fərqi üstəgəlsin C plus D-dir. Yəni, C-nin A-ya fərqi hansı hissədir? C-nin A-ya fərqi, yəni A ilə B-dir, bunun içindəki elementlər. Onları C-dən çıxıram, yerdə nə qalır? D və C qalır. A ilə B-nin kəsişməsinin elementlərinin tamamlayıcısı.
olur n. A-dan B-ni kəsişdirirəm. C-dən bu kəsişməni çıxıram. A-dan B-nin kəsişməsi hansıdır? B-dir. C-dən bunu çıxsam nə qalır? D, A, C qalır. O da burada verilib. Və yaxud da A-nın B-yə fərqinin tamamlayıcısının sayını taparam. B-nin A-ya fərqi. B-nin A-ya fərqi hansıdır? C-dir. C-dən, C çoxluğundan, yəni bu C-ni çıxıram. Nə qalır yerdə? D, A, B. D, A, B. A-nın B-yə fərqinin tamamlayıcısı olur nə? B, C-dir. Yəni A-dan B-ni çıxıram. A-nın B-yə fərqi hansıdır? Bu hissədir. Bunu çıxdığım yerdə nə qaldı? D, B, C qaldı. Və yaxud da A-nın B-yə birləşməsinin tamamlayıcısı. A-la B-ni birləşdirirəm. C-dən bu birləşməni çıxıram. A-la B-nin birləşməsi hansıdır? Bu hissədir. Yəni A, B, C. Bunu C-dən çıxsam nə qalır yerdə? D qalır.